Həmin bu bilet pulunu geri qaytarmaq üçün, yəni dünyanın hər yerəsindən istəyirsinizsə olsun, bilet alarkən təyyarə bileti ya da uçuş bileti, o biletin pulunu təzədən siz öz hesabınıza geri qaytarmaq istəyirsinizsə, sizə lazımdır ki, alasınız mil kartı. Mənim istifadə etdiyim bir bankın mil kartıdır və bu mil kartını ya pulla ala bilərsiniz, yəni kartın özü pulludur. Amma siz bunun kredit kartı kimi alsanız, hansı ki orada sizin balansına kredit kimi qoyulacaq pul və o xərcləyəcəksiniz oradan yalnız, onda kartı sizə pulsuz verirlər. Məndə həmin o pulsuz mil kredit kartıdır. Yaxşımı? Siz də zəng eləyib bir bankdan bunu sifariş verə bilərsiniz, sizə gətirəcəklər. Və bundan sonra bütün xərcləmələrimi mən Azərbaycanda, xaricdə həmin bu mil kartına pul qoyuram, oradan xərcləyirəm. Və kredit vaxtı çatana yaxın təzədən pulu bir də qoyuram ki, kredit yazılmasın, bir də xərcləyirəm. Yəni belə-belə bütün xərclərimi həmin bu mil kartından eləyirəm. Və hər dəfə xərclədikcə də sizə normalda digər kartlardan xərcləyəndə bilirsiniz, sizə cashback pul gəlir. Amma mən artıq cashback deyil, sırf mil yazılır. Yəni mən hər dəfə xərcləyəndə, siz misal üçün 10 manat xərcləyəndə sizə 10 qəpik cashback kimi gələsiydisə, mənə isə 10 qəpik mil kimi gəlir. Beləliklə pullarım toplanır, millər toplanılır. Normalda bu nəyə görə yaxşı ideyadır? Çünki siz əgər bunu cashback kimi yığsanız pulunuz 10 manat, 20 manat, 50 manat olan kimi götürəcəksiniz o pulu xərcləyəcəksiniz öz dərdinizə. Amma burada isə bu mildə artıq başqa şeyi xərcləmək olmur. Pullar yığılır, toxunmaq olmur o pula. Yalnız mil kimi toplanılır. Və siz gələcəkdə həmin bu eyni kartdan, yəni bu kapitalın, bir bankın mil kartından, həmin kartdan siz gələcəkdə bilet alanda, həmin kart özü sizə bildirir ki, application'da siz aldığınız bileti yığdığınız o millərlə dəyişmək istəyirsinizmi? Təbii ki, çoxlu yığmalısınız. Yəni bileti almışsınızsa 100 manat, sizdə 100 manata yaxın mil olmalıdır hesabınızda ki, bunu dəyişə bilərsiniz. Əgər siz hə desəniz, mən bu videomun əvvəlini gördünüz. Mən misal üçün 200 dollara yaxın mən bilet aldım və mən artıq hesabımda bu qədər pul yığılmışdı zaten. Alandan sonra mənə bildiriş gəldi ki, siz o aldığınız biletin pulunu geri qaytaraq mısın hesabınıza? Mən dedim, hə. Sağ olsunlar. Aldığım o 200 dollar biletin pulu təzədən mənim hesabıma qayıtdı pul kimi. Və o pulu mən artıq xərcləyə bilərəm. Və məndə o yığılan millər, deyə o cashbacklər artıq çıxıldı getdi. Sıfırlandı təzədən. Və indidən təzədən mən yenə də pul yığacam. Daha doğrusu mil yığacam ki, gələcək biletlərimi ala bilim. Və dediyim kimi bunun xeyri oradadır ki, sizin yığdığınız millərə toxunmaq olmur. Siz yalnız milə bilet ala bilirsiniz. Bəli, bəzi başqa banklardan da bunu ala bilərsiniz. Mən yəni kapitalın reklamını eləmirəm, bir bankın reklamını eləmirəm. Məndə sadəcə bunu aldığımın səbəbi ona görədir ki, oradan aldığım deməli kartda kredit kartı kimi istifadə edirəm və artıq kartın özünə artıq illik heç bir abunə xidməti və ya kartın özünü pulla almıram. Yalnız siz bu kartdan pul xərcləməlisiniz və biletin özünü də bu kartdan almalısınız. Dünyanın bütün hava yollarına aiddir. Yəni hansı hava yollarını alırsınız alır. Bu özü, kart özü bilir ki, bu uçuş biletidir. Siz bilet aldınız. Dərhal sizə bildirir ki, sizin aldığınız biletin məbləği 10.000 mildir. Misal üçün sizin hesabınızda 10.000 miliniz var. Siz bunu exchange eləmək istəyirsinizmi? Hə, deyirsiniz və salam, pullar sizin hesabınıza geri qayıdır. Bu tipli məlumat videolarını mən tez-tez paylaşıram. Ona görə də mənə kanalıma abunə olun və məni bütün sosial medialarda izləyin. Elşad Sparrow.